Son dəqiqə. Pensiyalar artırılır. Bu şəxslərin pensiyasına 46 manat əlavə olunacaq. Xəbərdən xəbərə kanalına xoş gəlmisiniz. Bugün sizi birbaşa minlərlə ailəni və 1 milyondan çox pensiyaçını sevindirən şad xəbərlə tanış edəcəyik. Prezident İlham Əliyevin imzaladığı sərəncam pensiyalarda real artım, ailələr üçün daha çox sosial dəstək və 2026-cı ilə dair önəmli proqnozlar. Bütün detalları bu videoda öyrənəcəksiniz. Videonu sona qədər izləyin, çünki sizin pensiyanız da arta bilər. Prezident İlham Əliyevin az təminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında imzaladığı sərəncama əsasən 76 mindən çox ailəyə birdəfəlik maddi yardımın ödənişi artıq tamamlanıb. Bu sosial dəstək paketi 335 mindən çox ailə üzvünə əhatə edir. Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov, parlamentin 2025-ci ilin payız sessiyasının sonuncu plenar iclasında məlumat verib. Millət vəkili bildirib ki, 2025-ci ildə reallaşdırılan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə edib və sosial təminat sisteminin daha da gücləndirilməsinə xidmət göstərib. Təkcə bu il üçün sosial artımlara 1,4 milyard manat əlavə vəsait ayrılıb. Ümumilikdə isə 2020-ci ildən sonra həyata keçirilən sosial paketlərə 7,6 milyard manat yönəldilib. Rəsmi statistikaya əsasən 2024-cü ildə orta aylıq əmək haqqı 8,1%, 2025-ci ilin ilk 10 ayında isə 9,4% artıb. İl sonuna qədər bu artımın 9,2% olacağı gözlənilir. Bu göstəricilər fonunda bütün növ pensiyaların indeksləşdirilərək artırılması qərarı verilib. Gələn aydan etibarən 1 milyon 100 mindən çox vətəndaşın pensiyası artırılacaq. Artım yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə olan bütün əmək pensiyalarına şamil olunacaq. Bu o deməkdir ki, hazırda 500 manat pensiya alan vətəndaşın pensiyası 46 manat artaraq 546 manata yüksələcək və artım yanvar ayından hesablanacaq. Deputat həmçinin bildirib ki, 2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta pensiyanınsa 629 manata çatacağı proqnozlaşdırılır. Bu isə 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir. Bundan əlavə, ehtiyac meyarının 300 manata çatdırılması ünvanlı sosial yardım alan ailələrin də aylıq gəlirini artıracaq. İlkin hesablamalara görə 5 nəfərlik və aylıq 900 manat gəliri olan ailə əvvəl aldığı təxminən 525 manat əvəzinə yeni meyarla orta hesabla 600 manat sosial yardım alacaq. Bu dəyişikliklər daha çox ehtiyacı olan ailələrin daha güclü və məqsədli şəkildə dəstəklənməsinə imkan yaradacaq. Bəs sizcə pensiya və sosial yardımlardakı bu artımlar ailələrin real həyatına yetərincə təsir edəcəkmi? Sizin pensiyanız və ya aldığınız sosial yardım nə qədər artacaq? Fikirlərinizi şərhlərdə mütləq yazın. Əgər bu cür operativ, dəqiq və aydın sosial xəbərlər sizi maraqlandırırsa, kanala abunə olun, videonu bəyənin və zəngi aktiv edin ki, ən son xəbərlərdən ilk siz xəbərdar olasınız.